Salam millət, bir başqa vloquma xoş gəldiniz. Dəftər kitabımızı götürün, alman dili öyrənməyə başlayırıq, özü də evdə. Bizə nələr lazımdır, hamısını bir-bir sadalayacağam. Əvvəlcə görək şans peçenyamızın içindən nə çıxır. Deyir ki, das Glück deines Lebens hängt von der Beschaffenheit deiner Gedanken ab. Yəni həyatındakı xoşbəxtlik düşüncələrinin keyfiyyətindən asılıdır. Mən bu fikirlə o qədər də razı deyiləm, çünki gündəlik ağlımızdan minlərlə fikir keçir. Məncə həyatımızdakı xoşbəxtlik bizim hərəkətlərimizin keyfiyyətindən asılıdır. Necə ki, bu gün biz qərar verdik ki, evdə sərbəst şəkildə alman dili öyrənməyə başlayacağıq. Deməli, hər peçenyadan çıxan sözə inanmaq olmaz. Necə ki, çox insan deyir ki, müəllimsiz, kurssuz alman dili və yaxud da hər hansısa bir başqa dil öyrənmək olmaz. İndi biz bunun əksini gəlin onlara sübut edək. Evdə almanca öyrənmək üçün bizə hansı instrumentlər lazımdır? Birincisi lüğət. Ekranda gördüyünüz lüğəti çox bəyənirəm. Hər birinizə də məsləhət görürəm. İkincisi kitab. Schrittlerini seçdim. A1-dən B2-yə kimi bizə yoldaşlıq edəcək. Üçüncüsü isə evdə almanca öyrənə bilmək üçün bizə bir yoldaş lazımdır. Yəni mən, Doktor Narmina Almaniyada yaşayır, işləyir və təcrübələrimi sizlə paylaşıram. Instagram və TikTokdan məni izləməyi unutmayın, çünki bu seriyaya davam edəcəm. Evdə sərbəst şəkildə alman dili öyrənmək üçün lazım olan bütün materialları öz Telegram kanalımda tamamilə ödənişsiz bir şəkildə paylaşmışam. Unutmayaq ki, dil öyrənmək üçün sadəcə materiallar və motivasiya kifayət etmir. Davamlılıq şərtdir. Yaz, oxu, danış, eşit prinsipinə sadiq qalmaq lazımdır. Dili bir tərəfli inkişaf etdirmək olmaz. Səbəbilə öyrənmək üçün lazım olan instrumentlərdən biri də YouTube-dur. Ekranda göstərdiyim kanallara abunə ola bilərsiniz. Hansı ki, gündəlik onlardan da istifadə edəcəyik. Mən ən bəyəndiyim video seriyasını öz Telegram kanalıma əlavə etmişəm. Rəy yazmağı, məni izləməyi, bu videonu dostlarınıza göndərməyi, save etməyi, yəni aktiv olmağı unutmayın. Dediyim kimi bu seriyaya davam edəcəm və biz evdə alman dilini bir yerdə öyrənəcəyik. Hallo.